Meşədəki quşlar qış gəlmədən isti ölkələrə köç eləmişdilər. Amma qaranquş yoldaşlarından arxada qalmışdı. Çünki onun qanadı qırılmışdı. Günlər yavaş-yavaş keçirdi. Qışda yaxınlaşırdı. Soyuqlar başlayanda qaranquş özünə isti yer axtardı. Palıd ağacının yanına gedib dedi: "Əziz palıd, bu qışı sənin yanında keçirə bilərəm?" "Məni üzürlü say qaranquş. Bədənimdə səni saxlamağa yer yoxdur. İstəmirəm." Qaranquş bu dəfə uçub çınar ağacının yanına getdi və sığınmaq üçün ondan icazə istədi. Amma çınar belə dedi: "Qaranquş, sənə ayrası yerim yoxdur. Düzü, buralarda heç kimlə maraqlanmaq istəmirəm." O da beləcə qaranquşu qəbul etmədi. Qaranquş o gün axşama kimi ağacdan ağaca qonub qışı keçirmək üçün yer axtardı. Amma ağaclar bir ağızdan dedilər: "Yaz boyu onsuz da bütün quşlar üzərimizdə olur. Heç olmasa qışda biraz rahat olaq da." Qaranquş çox məyus oldu. Ümidi üzülmüş halda şam ağacının altına qondu. O nə edəcəyini bilmirdi. Elə bu vaxt şam ağacı onu görüb soruşdu: "Əziz qaranquş, səni çox kədərli gördüm. Nə məsələdir? Sən bu vaxta qədər buradan köçməliydin axı. Niyə köçməmisən?" Qaranquş başına gələnləri bircə şam ağacına danışdı. Şam ağacı qaranquşu səbrlə dinlədi. Özü də bir qədər məyus oldu. Sonra qaranquşa təsəlli verib dedi: "Heç narahat olma qaranquş. Onsuz da mən həmişə yaşıl ağacam. Qışda da mənim yarpaqlarım olur. Mən səni qonaq eləyərəm. Mənim yanımda istədiyin qədər qala bilərsən." Qaranquş şam ağacının bu qonaqpərvərliyindən çox məmnun oldu. Sevincindən gözləri yaşardı. Beləcə qaranquş qışı şam ağacının budaqları arasında keçirdi. Bu vaxt ərzində qırıq qanadı da sağaldı. Sonrakı illərdə yoldaşları ilə birgə isti ölkələrə getdi. Ancaq dostunu heç vaxt yadından çıxarmadı. Qaranquş